Salam uşaqlar, bugün cimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Sinonimidir və davam edək. 120-ci sualımız belədir. Укажите синонимы слова сражение. Sражение döyüş deməkdir uşaqlar. Sражение. Hamısını da tərcüməsini verəcəm çünki istəyirsiniz. Deməli, spor, mübahisə. Boy, döyüş deməkdir. Bitva, bu da yəni tutaq ki, döyüş ya da vuruşma da belə deyək. Победа qələbədir və mobilizasiya səfərbərlikdir. İndi tərcümə etdim deyə siz bilirsiniz ki, bizdə 3 və 5. Deməli, sражение başqa cür yaxın mənalı söz, boy, bitva. Bax bu şəkildə. Dəlişə. 3 və 5-dirsə, onda B variantıdır. Dəlişə. 121-ci sual. Укажите синонимы. Burada sinonimləri tapmalıyıq. Глупый, редкий. Глупый bizdə axmaq deməkdir. Редкий də nadir deməkdir. Чудесный, прекрасный, gözəl, möcüzəvi. Ondan sonra темный, белый, темный, tünd, белый da ağ. Мягкий и жестокий. Mягкий yumşaqdır, жестокий qəddardır, amansızdır. Неплохой и маленький. Неплохой pis olmayan da belə, yəni elə belə. Маленький də kiçik. Və biz də burada sinonimi tapmalıyıq. Чудесный, прекрасный. 122 вопрос. Укажите синонимы. Burada da sinonimləri biz tapmalıyıq. Тесный, высокий. Тесный dar, высокий də hündür deməkdir. Ondan sonra веселье, радость, əyləncə, sevinç. Маленький, большой, balaca və böyük. Грязный, черный. Burada грязный, çirkli, черный da qaradır. Отдыхать и работать. Отдыхать biz dincəlmək deyirik, düzdürmü? Dincəlmək, работать də işləmək. Və siz də başa düşdünüz ki, burada веселье, радость burada синонимdir. Дальше. Укажите синонимы. 123 вопрос. Шуметь, молчать. Шуметь nə deməkdir? Yəni səs-küy salmaq. Молчать da susmaq deməkdir. Умелый, нужный, bacarıqlı, lazımlı. Короткий, мелкий. Короткий, qısa, mелкий da xırda deməkdir. Печаль, грусть. Burada qəm, kədərdir. Və бедный, добрый. Kasıb və добрый, xeyirxah, mehriban. Bu şəkildə deyə bilərik. Deməli, D variantı bizdə burada sinonimdir. Дальше. 124. Смелый, веселый. Смелый, веселый bizdə cəsur və şən. Mягкий, полезный. Mягкий bizdə yumşaq, полезный, faydalı. Четкий, aydın və svetli də belə deyək də svetli, aydın. Məsələn, deyirik ki, işıqlı da, deyirik ki, sветлая комната da, məsələn, işıqlı, məsələn, otaq. Древний, старинный. Burada qədim zamanlara aid olan древний ya da старинный. Ласковый и грубый. Belə deyək də, ласковый. Necə deyim sizə? Он очень ласковый, yəni çox belə deyək də, zərif, incə də laskavı, mehriban, belə deyək də bu şəkildə, yəni onun üçün laskavı deyirik, çox mehribandır. Belə. Grubu da kobud deməkdir. Biz burada D variantını seçirik. Çünki древний, старинный, qədim deməkdir. Дальше 125-ci sual. Сложно, трудно. Сложно, çətin, трудно da çətindir. Ondan sonra zaботливый и темный. Zaботливый bizdə belə deyim də, заботливый, qayğıkeş, темный də tündür. Смелый и главный, cəsur və əsas, başlıca da главный. Твердо и вредно. Tverdo bizdə bərkdir
möhkəmdir. Vredna da belə deyək də, vredna, zərərlidir. Милый и жестокий. Милый şirin, жестокий qəddar deməkdir. Və burada укажите sinonim deyirsə, əlbəttə ki, biz A variantını seçərik. Дальше, 126 вопрос. Burada da sinonimi tapmalıyıq. Sila, slabost. Sila güc deməkdir. Slabost da zəiflik deməkdir. Длинный, uzun, kороткий, kısa. Открыть, закрыть, açmaq, bağlamaq. Правдивый, честный. Правдивый, yani doğru, dürüst. Дальше, смешной и искренний. Смешной, gülməlidir və искренний, səmimidir. Правдивый, честный. Дальше, 127'de. Burada da sinonim istəyirlər. Trusливый, боязливый. Nə deməkdir? Trusливый или боязливый bu deməkdir ki, yəni qorxaq. Старинный, новый, qədimi və yeni. Грубый, вежливый. Грубый biz deyirik ki, məsələn, kobud, vejливый, nəzakətlidir. Настоящий, əsl, светлый da işıqlıdır. Прохладный и горячий, soyuq və isti. İndi biz burada sinonim deyiriksə, əlbəttə ki, trusливый, боязливый A variantını seçirik. Дальше, 128 укажите синонимы. Интересно, скучно. Интересно, maraqlı deməkdir. Скучно, darıxdırıcı deməkdir. Чистый, грязный. Чистый, təmizdir. Грязный, çirklidir. Приятный и отличный. Приятный, xoş da belə deyək. Mesela приятный человек, çox xoş insandır. Отличный, yəni əla, yaxşı. Решать и играть, həll etmək və oynamaq. Грустный, печальный, gəmli, kədərli deməkdir. Əlbəttə, başa düşdünüz ki, E variantı burada sinonimdir. Дальше, укажите синоним. 129 вопрос. Burada gəlin baxaq. Pravda, ложь. Pravda, həqiqət, ложь, yalan deməkdir. Sonra вредный и нужный. Вредный zərərlidir, нужный lazımlıdır. Невысокий и низкий. Невысокий alçaq boylu məsələn. O невысокий человек deyək də, alçaq boylu məsələn. Nizki, yəni qısa belə deyək də, elə də başqa aşağı deməkdir də belə. Гулять, стоять. Гулять gəzməkdir, стоять dayanmaqdır. Спокойно и шумно. Spokойno, sakit və şumla, səs-küylü. Əlbəttə, burada sinonimimiz, bildiniz ki, nevысокий, yəni hündür olmayan, nizki, yəni qısa deməkdir bir yolla. Deməli, 129'da biz C variantını seçirik. Так, дальше. 130'da укажите синоним. 130'da sinonim. Трусливый и сильный, qorxaq və güclü, древний, редкий. Древний deyiriksə, uşaqlar burada qədim deyirik də, qədimi. Редкий də nadir. Сегодня, завтра, bugün, sabah. Читать, писать, oxumaq və yazmaq, разрушать, ломать. Dağıtmaq, sındırmaq deməkdir, разрушать, ломать. Və əlbəttə ki, E variantını seçirik. 131'də. Burada da sinonim tapmalıyıq. Рисовать и считать. Рисовать, rəsm çəkmək. Считать, burada saymaqdır. Вчера, завтра. Вчера biz deyirik ki, dünən, завтра da sabah. Печальный, смешной. Печальный, kədərlidir, смешной, gülməlidir. Полезный и верный. Полезный, faydalıdır. Верный də sadiqdir. Строить и создавать. Строить, biz deyirik ki, tikmək, yaratmaq, создавать. Deməli, onda bizdə D variantı burada sinonimdir. 132. Синонимами являются. Sinonim olanları seçək. Темный, светлый, tünd və açıq. Yəni, закрытый, открытый, bağlı və açıq. Настоящий, подлинный. Настоящий, подлинный. Burada əsl, həqiqi deməkdir. Смелый и трусливый, cəsur və qorxaq, sladkий и соленый, burada şirin və duzlu. Əlbəttə ki, biz
C variantına настоящий, подлинный diye sinonimi seçirik. 133'te sinonimami не является. Sinonim değil uşaqlar. Так. Маленький и небольшой. Маленький kiçikdir, nебольшой yani belə deyək də balaca deməkdir. Biri var большой olab böyük. Ama bu deyir ki небольшой yani balaca. Ясный и четкий. Ясный aydın, четкий de dəqiq. Умный ağıllı, не глупый axmaq olmayan. Çünkü biz bilirik ki глупый axmaqdırsa, yani умный и не глупый. Правильно? Дальше. Приятный и известный. Приятный, известный. Приятный biz deyək ki xoş bir insanda, belə deyək məsələn. İzvesный məşhur. İnteresный и увлекательный. Maraqlı, cəlbedici bu şəkildə deyirik. Əlbəttə ki, burada sinonim deyil deyirsə, əlbəttə ki, D variantıdır. Укажите синонимы. Burada уже синонимlar tapmalıyıq. Ласковый, нежный. Ласковый, нежный uşaqlar, belə deyim də, mehriban və nежный, məsələn, nəvazişli də deyirik, belə deyək. Məsələn, o şəkildə düz olar, bəli. Sonra низкий и высокий. Низкий, alçaq və высокий hündür. Мокрый, влажный, burada yaş, nem. Бедный, богатый. Бедный, kasıb, bogатый da varlı. И щедрый, скупой. Yəni səxavətli və xəsis. Bizdən də istəyirlər ki, biz sinonim tapaq. Düzdürmü? Ona görə də biz 1 və 3'ü так. Синоним. Uşaqlar, мокрый, влажный burada уже düz gəlmə. Так, ласковый, нежный. И так. Бедный, богатый, щедрый. Ласковый, нежный. И не синонимды. Низкий и высокий. Нет. Мокрый. Мокрый, влажный. Правильно, uşaqlar. Mən başqa sözlə onu dəyişdim. Yani düzgün şeyləmədim. Mokrый, влажный eynidir da, sinonimdir, düzdür da burada. Mokrый, влажный, yani burada yaş və nem. Mən quru deyə beynimdə saxladım deyə ona görə. 1 və 3 E variantıdır. Правильно. Дальше 135'te. Ловкий, умелый. Burada da sinonimlər tapmalıyıq. Ловкий, умелый. Ловкий, belə deyək də, çevik. Ama умелый, bacarıqlı deməkdir. Старый, древний. Yani qədimi. Сильный, героический. Güclü, qəhrəmanlıq, belə. Быстрый, скорый. Быстрый, скорый, yani tez, cəld olan. Настоящий, лучший. Əsl və ən yaxşısı. Робкий, спокойный, utancaq və спокойный, sakit deməkdir. Deməli, onda burada так, старый, древний и быстрый, скоро. 1, 2 və 4. D варианты. Правильно? Так, дальше. 136. Укажите пары синонимов. Burada da deməli sinonimlər tapmalıyıq. Ясный, понятный. Ясный, aydın. Понятный. Burada deyir ki, yani başa düşülən bir. Бодрый и скорый. Бодрый, yumraq və скорый, cəld. Мужской и мужественный. Kişi və mərd. Смелый, храбрый. Burada cəsur, igid. Ровный и gladkий. Ровный, xamar deməkdir də. Yəni gladkий də xamar deməkdir. Deməli, bizdə onda ясный, понятный, смелый, храбрый и ровный, gladkий. Deməli, onda 1, 4, 5'dirsə E variantıdır. Дальше. Burada da 137'de də eynin sualda. Чудный, удивительный. Gözəl, heyrətəmiz. Большой, высокий. Böyük və hündür. Высокий, hündürdür. Mudrый, müdrik, umный.
ağıllı, malinki kiçik, nizki alçaq, qısa deməkdir. Дальше простой и примитивный. Sade, iptidai deməkdir. Одаренный и требовательный. Одаренный istedadlıdır və требовательный bizdə tələbkar deməkdir. Deməli, onda bir мудрый, умный и простой, примитивный. Sadə 1, 3, 5. 1, 3, 5 onda Y variantı uyğundur da bura. Tak. Все. Elə uşaqlar, sağ olun, görüşərik.